Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2026-cı il 28 yanvar tarixində Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, böyük şairimiz Xaqani Şirvaninin klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə yaxın və orta şərq xalqlarının ədəbi fəlsəfi fikrinin inkişafında qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər. Əziz izləyicilər, indi sizə Şeyx Xaqani Şirvaninin gözəl bir qəzəlini təqdim edirik. Bizə nazlı baxışınla könüldən bir xəbər göndər. Al bu canı, bahasına dodağından şəkər göndər. Mən bir sadə qulunam ki, dünya bundan xəbər tutmuş. Zülfündən bir tel ayırıb, öz quluna kəmər göndər. Danışmağı bəhanə tut, aç o şəkər dodaqları. İki dünya xəracına bərabər bir gövhər göndər. And olsun o gözlərinə, bizdə candan əsər yoxdur. O ruh verən nəsimindən, bizə sən bir əsər göndər. De, bu hicran davasında kaman çəkib kim ox atdı? Bu döyüşə girmək üçün vəslindən bir kəhər göndər. Gəl bu odlu qəlbimizi yaxma cəfa atəşində, öz vəfandan dərman düzəlt, bizə də bir qədər göndər. Vurğunundur bu Xaqani, ürəyini verdi sənə, əgər qəbul edirsənsə, bizə bir şad xəbər göndər. Səsləndirdilər Şahzadə İldırım, Ceyhun Mühibbi.